Xoş izləmələr. Salam aleykum dostlar, necəsiniz? Var nə yoxum edirəm yaxşısınız. Dostlar, bu günlərim sizə yeni yeni gələcək boya pası, Evo kasasını və yeni gələcək mələk paltonlarını göstərəcəm. Bildiyiniz kimi boya pasının getməyinə çox az bir müddət qalıbdı. Gördüyünüz kimi 6 günü qalıbdı. Bu ikisi qalacaq məncə. Bu ikisi gedəcəkdi. Yəni gəlsin yeniləri inşallah. Bəlkə mən çıxartdım bir dənə Evo. Və yeni gələcək, yəni ham deyir ki, yeni mələk paltonlar gələcək, sarı, göy, belələri gələcək. Çox uzatmayayım, keçək videoya. Gördüyünüz kimi uşaqlar, belə bir mələk paltonlar gələcək. Mavi, sarı, ağ və yaşıl mələk paltonlar olacaq. Yəni hələ tam dəqiq deyil ki, gələcək, gəlməyəcək. Yəni çox adam deyir ki, gələcək. Yəni hələ tam bilinmir vaxtı. Amma yəni gəlsə, yəni elmaslarınızı məncə saxlayın, alın. Yəni mən gəlsə inşallah sarını mütləq almaq istəyirəm. Məndə yaşıl var, qalanlar yoxdur. Ona görə almaq. Və dostlar, bu da ki, yeni gələcək boya pasdır. Gördüyünüz kimi bu qız paltarıdır, çantasıdır. Belə gördüyünüz kimi. Yəni alma temalı olacaqdır. Alma temalı olacaq. Belə pulsuz verilən profil və maşın var. Maşın puludur. Belə gördüyünüz kimi bomba var. Belə bir ölüm lotu var. Yəni öləndə çıxan. Belə bir Winchester'ımız var. Bu da alma temalıdır. Bu da qəşəngdir. Belə bir profilimiz var. Belə bir bıçağımız var. Bıçaq qəşəng bıçaqdır. Yəni mən hansı boya pas gəlir, yəni mütləq alıram. Belə bir çantamız var. Və belə bir askimiz var. Və sonra nələr var? Belə bir bunun adı yadımdan çıxır. Siz bildiniz də, yəni. Belə bir alma qardiyanımız var. Elə bir alma dilimlənibdir. 90 səviyyədə. Və 100 səviyyədə belə bir oğlan paltarımız var. Oğlan paltarının kepkası həqiqətən qəşəngdir. Bəlkə mən aldım inşallah. Yəni nə boya. Və ən son olaraq belə Evo kasasıdır. Gördüyünüz kimi içində UMP olacaq deyirlər. Evo yəni kasası yenilənəndə UMP-dir, AK-dir, Groza. Dostlar, bu videonun yorumlarına öz aidinizi buraxın. Bundan sonraki videoda sizin aidlərinizə baxıb puanlayacağım profillərinizi. Və dostlar, belə bir festivala özəl paltar gələcək. Qız, oğlan və qardiyan. Belə bir oğlan paltarıdır, saçıdır. Qız paltarı belədir. Məncə yaxşıdırlar, iş görərlər və uşaqlar belə mor mağaza gələcək. Bunlar yəni qəşəng mağazadır. Belə işləyək da, belə deyək. Qız kombinin şalvarı həqiqətən çox qəşəngdir, yəni. Qız oyunçularımız üçün çox qəşəngdir. İçi bu formada olacağı tam bəlli deyil. Amma yəni qız oğlan paltarı 100% ki gələcək. İndi bilirsiniz də bizim serverdə çox tez-tez dəyişdirilir. İfadə də belə olacaq. Yəni inşallah gələr, qəşəngdilər. Video bu qədər idi. Sağ olun, salamat qalın. Yeni videoda görüşənədək.